Ağızda əriyən, yumşaq, çox ləzzətli ballı tort resepti ilə gəlmişəm bugün. Hazırlayan hər kəs bu tortu çox bəyənəcək. Videonu indidən yaddaşa verməyi unutmayın. Qazana 200 qram kərə yağı əlavə edib əridirik. Üzərinə 2 stəkan şəkər tozu və 4 xörək qaşığı bal əlavə edərək qarışdırırıq. Sonra isə üzərinə 1 çay qaşığı soda əlavə edərək qarışdırırıq. Qaynayıb rəngi dəyişdikdən sonra isə soyunması üçün başqa bir qaba əlavə edirik. Soyduqdan sonra isə 4 ədəd yumurtanı tək-tək əlavə edərək mikser vasitəsilə qarışdırırıq. Sonra isə 5 stəkan unu yavaş-yavaş əlavə edərək qarışdırırıq. Dəzgaha 1 stəkan un əlavə edərək qarışımı üzərinə əlavə edirik. Videoda göründüyü halda üst-üstə çevirərək xəmir yoğururuq. Xəmiri 8 bərabər kündəyə ayırıb üzərini streçləyib soyuducuda 15 dəqiqə gözlədirik. Kremi üçün 200 qram yağı mikserlə qarışdırıb üzərinə qatlaşdırılmış süd və qaymaq əlavə edirik. İstəyə görə siz bişmiş kremdən də istifadə edə bilərsiniz, bu torta çox yaraşacaq. Soyuducuda gözlətdiyimiz kündələri lazım olan miqdarda un əlavə edərək incə şəkildə yayırıq. Bişirmədən öncə qapaq vasitəsilə ölçülərini kəsirəm və əvvəlcədən isidilmiş 180 dərəcəli sobada təxminən 4-5 dəqiqə bişiririk. Nəticədə çox incə, çox kövrək ballı tort kojları alındırırıq. Qabın alt hissəsindən biraz krem vuraraq ballı tort kojlarını əlavə edirik. Üzərindən krem, zövqə görə qoz və yaxud da banan əlavə edirik. İstəyə görə sadə şəkildə də kremləyib üst-üstə yığa bilərsiniz. Mən bu torta qozu və bananı çox yaraşdırdığım üçün hər ikisindən istifadə etdim. Bütün qatları üst-üstə yığdıqdan sonra ətrafını kremləyirik. Sonra isə tortun kənar hissələrindən qalan qırıntıları blenderdən keçirdərək üzərinə əlavə edirik. Təxmini 4-5 saat gözlətdikdən sonra isə tortu kəsib nuş edə bilərsiniz. Bu ləzzətli tortu hazırlayıb bəyənəcəyinizə o qədər əminəm ki, indidən hazırlayacaq olan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Hələlik!